Gəncədə bir cavan 18 yaşında bir oğlan dünyasını dəyişdi. Necə? Öldürdülər. Başı bir tərəfdə, bədəni bir tərəfdə, başının üstündən, adamın üstündən maşınla keçiblər, nə bilim, nə. Bax bu oğlan, 18 yaşlı bu oğlan. Allah rəhmət eləsin. Amma başqa məsələlər var. Hal-hazırda Daxili İşlər Nazirliyinin üst düzeyində və Dövlət Təhlükəsizlik Xidmətinin üst düzeyində generaldan şübhələr var. Deməli, General Teymur Hacıyev, yenə deyirəm, rəsmi xəbər deyil, dəqiqləşdirməmişik, hələ araşdırırıq. Yuxarıda da araşdırırlar. General, yəni Gəncənin Obş polis rəisi var orada, səhv etmirəmsə, mən tanımıram onu. Orada Nizami Zad var, amma Gəncənin ümumi polis rəisi var, General Teymur Hacıyev. Və Teymur Hacıyev ya özümü təcavüz eləyib, ya təcavüz eləmək istəyibdir, ya o generalın adamımı təcavüz eləyib, ya təcavüz eləmək istəyibdir. Bax, belə bir söhbətin üzərində araşdırma gedir. General Teymur Hacıyev. Mən ən dəqiqini mən deyəcəm sizə, mən də araşdırıram, mənim adamlarım araşdırır. Yuxarıda ara söhbətlərini dedim sizə, yuxarıda gedir.